videoya baxırsansa, deməli, sən də 9-cu sinifsən. İmtahana az qalmış, nəyi necə etməlisən, onu düşünürsən və yaxud da ki, motivasiya azlığı yaşayırsan. Onda yaxşı izlə. Bu video sənin üçün. Hər birinizə salam əziz 9-cu siniflər. Videonun başlığından da gördüyünüz kimi, bugünkü videoda mən sizə İmtahana necə hazırlaşmaq lazımdır, bir ay və yaxud da ki, bir neçə ay qalmış təkrarları necə etmək lazımdır və sizlərə lazım olan motivasiyanı verəcəyəm. Çox danışmadan videomuza keçid edək. Həqiqətən də bəziləriniz üçün sadəcə olaraq bir həyat təcrübəsidir, bəzilərinizin isə həyatının başlanğıcıdır. Çünki bəzi insanlar, bəzi abituriyentlər 9-cu sinifdən məktəbdən çıxaraq peşə sənətinə yönəlir və yaxud da ki, kolleclərdə təhsilini davam etdirir və onlar üçün həqiqətən də 9-cu sinif imtahanı çox lazımlıdır. Lakin bəzi uşaqlar var ki, bəzi abituriyentlər var ki, 9-cu sinif imtahanını normal bir imtahan kimi qəbul edir. Çünki onlar bilirlər ki, 9-cu sinifdə imtahan verməklə bitmir. 11-ci sinif buraxılış, 11-ci sinif blok, universitet daxilində olan semestr imtahanları, aralıq imtahanları, seminarlar, magistratura imtahanları. Gördüyünüz kimi bu imtahanlar uzana gedir və həyatımızın hər yerində bir işə qəbul olmaq üçün və yaxud da ki, istədiyimiz bir peşəni seçmək üçün imtahan verməliyik. Nəticə olaraq imtahanlar bizim həyatımızın sonuna qədər davam edir. Yəni 9-cu sinif imtahanı ilə bunu məhdudlaşdırmaq olmaz və 9-cu sinif imtahanı bizim həyatımızın sonu deyil. Çünki 9-cu sinif imtahanı sadəcə olaraq bizim sınaq mərhələmizdir və bizi yoxlayır, bilik səviyyəmizi ölçür. Eyni zamanda 9 illik bilik səviyyəmizi ölçür və 9-cu sinifdə hazırlaşmağa başlayanlarınsa sadəcə olaraq 7-8 aylıq bilik səviyyəsini ölçən bir imtahan prosesidir. İmtahana həyatınız kimi baxmayın. Məsələn, mən də imtahana hazırlaşarkən çox həyəcanlı idim. 9-cu sinif vaxtında dəhşət dərəcədə həyəcanlarım var idi. Lakin imtahan cavabı çıxanda o qədər də həyəcanlanmadım. Çünki mən imtahanı verdikdən sonra imtahan verdiyim gün və imtahanın cavabı çıxan gün arasında özümü artıq imtahan cavabına fokuslamışdım və artıq belə bir şey deyirdim ki, imtahanın cavabı nə olur olsun, onsuz da mən ali məktəbə hazırlaşıram, onsuz da gələcəkdə imtahanlarım var. 9-cu sinif imtahanı sadəcə olaraq mənim bilik səviyyəmi ölçür. 170 bal topladım. Mən 200-dən daha çox bal gözləyirdim. Yəni ki, əslində bunu bilməyərəkdən gözləyirdim. Çünki mən sadəcə olaraq 6-7 ay hazırlaşmışdım. Azərbaycan dilini onsuz da hər zaman yaxşı bilirdim. Yəni ki, öyrənmək kimi olsun. Nəysə, zarafat edirəm. Biraz təvəzzükar olum. Riyaziyyatı məsələn bilmirdim, amma 50 bal toplamışdım. Və ingilis dilinə, riyaziyyata çox az müddətdə hazırlaşmışdım. Azərbaycan dilinə də onlarla birgə hazırlığa getdim. Lakin Azərbaycan dilini əvvəlcədən yaxşı bilirdim. Onun üçün Azərbaycan dili məndə problem yaratmadı. Və 9-cu sinifə imtahanda olanda mən hər şeyi bilmədiyimi zənn edirdim. Yəni kitabçanı açırdım, heç bir sual mənə tanış gəlmirdi və bunlar da sadəcə olaraq imtahan stresinin nəticəsidir. Eyni zamanda 11-lər üçün imtahana getməmişdən əvvəl nə etmək lazımdır? İmtahandan bir gün əvvəl nə etmək lazımdır? O haqda kanalda videolar var. Keçid edib siz də izləyə bilərsiniz. Və video sadəcə 11-lər üçün deyil, imtahana gedən hər kəs üçün məsləhətdir. Keçid edib baxa bilərsiniz. Kanalda ikinci və yaxud da ki, üçüncü video olmalıdır. Kanalda beyin haqqında bir video var. İndi danışacaqlarım da onun haqqındadır. Uşaqların ən çox etdiyi səhvlərdən biri həm 11-lərin, həm də 9-ların imtahana bir neçə həftə qalmış və yaxud da ki, bir neçə gün qalmış sıfırdan təkrar etməsidir. Uşaqlar, bu lazım deyil. Çünki beyniniz hər şeyi qəbul edər deyə bir şey yoxdur. Hər şey qəbul edər, lakin hər şeyi həyata keçirə bilməz. Onun üçün də imtahana bir neçə həftə qalmış sıfırdan öyrənmək kimi bir səhv etməyin. Çünki beyninizdəkilər nədirsə, onunla gedirsiniz və artıq beyniniz imtahan stresinə köklənməyə başlayır, həyəcan gəlir və siz orada sıfırdan nəyisə öyrənmək yerinə nəyisə təkrarlasanız daha yaxşı olar. Və imtahanda edilən səhvlərdən ikincisi də budur ki, imtahana az müddət qalmış hər şeyi təkrar etmək. Uşaqlar, hər şeyi təkrar etmək yerinə 10 mövzunu seçirsiniz və o mövzuda tutaq ki, Azərbaycan dilindən deyirəm. 10 mövzunu seçirsiniz, birinci hissə mövzularını, fonetika, leksika, morfologiya, bu bölmələri seçirsiniz və bu bölmələri siz gedirsiniz, təkrar edirsiniz Azərbaycan dili üzrə, qrammatikadan təkrar edirsiniz və test toplusundan testlərini işləyirsiniz. Yeni mövzuları öyrənmək yerinə köhnə mövzuları təkrar edib, testlərini işləyib özünüzü möhkəmləndirməyiniz daha məsləhətlidir. Ən azından həmin o 3 sualın cavabını artıq doğru bilmiş olacaqsınız. Nəticədə bal hesabınız artmış olacaq. İmtahana bir neçə gün qalmış edilən səhvlərdən biri isə imtahanda
yəni imtahan öncəsi stres eləyirsiniz və bu da avtomatik olaraq imtahandakı suallarınıza təsir edir. Siz sadə sualları səhv yazırsınız. Bunun səbəbi isə bir neçə gün əvvəl özünüzü stresə kökləməyinizdir və siz artıq stresli bir vəziyyətdə gedirsiniz, bildiklərinizi də səhv edirsiniz. Uşaqlar, belə bir şey etməyin. 9-cu sinif imtahanı dediyim kimi lazımsız bir mövqedir. Sadəcə olaraq özünüzü yoxlayırsınız. 9 və 11 arasında çox şey dəyişə bilər. Siz məsələn 50 bal yığdığınız fənni gedib 11-ci sinifdə 90 bal yığa bilərsiniz, 80 bal, 100 bal yığa bilərsiniz. 9-cu sinif, yəni 9-cu sinifdə qalır və 9-cu sinif peşə, kollec uşaqları üçün daha yaxşıdır. Çünki onlara o bal lazımdır. Siz ali məktəbə gedirsiniz deyə sizə bu bal yəni lazım deyil. Bunu dərk etməyinizi istəyirəm. Mən imtahana bu şəkildə, stresli şəkildə getdim və imtahanda deyirdim ki, yəni bu imtahandan yığa bilməsəm nə olar və s. Sonra imtahandan sonra mən bunu dərk edirəm ki, mənə bu imtahan onsuz da lazım deyil. Mən universitetə hazırlaşan bir abituriyentəm. 9-cu sinif imtahanı mənim nəyimə lazımdır? Maksimum deyərlər ki, filan kəsin qızı bu qədər bal yığdı. Və yaxud da ki, söhbət sırasında, imtahan söhbəti sırasında deyərəm ki, 9-da bu qədər bal yığmışdım. Ümumiyyətlə nə 9, nə də 11-ci sinif imtahanı universitet yerlərində sual-cavab edilmir və yaxud da ki, deyilmir sən neçə bal yığdın, sənin balın orada səsləndirilmir. Sadəcə olaraq söhbət əsnasında istəsən deyirsən. Yəni bu balın elə bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq universitetə daxil olmağınızdır. Bunu dərk etməyinizi istəyirəm və bu videodan sonra sizdən istəyim heç bir şey stres etmirsiniz və imtahana həyatın sonu kimi baxmırsınız. Zaten də belə deyil. Bir sürü imtahanlar var qarşıda. 15-20 dənə imtahan verməlisiniz bir dənə işə daxil olmaq üçün. Yəni onları düşünün, bir də ki 9-cu sinif imtahanının lazımsızlığını düşünün. İmtahana 1 ay qalmış və yaxud da ki bir neçə həftə qalmış təkrar metodikasından 3 dənə nümunə göstərmək istəyirəm. Birincisi səsli izah, ikincisi özünə sual vermək, üçüncüsü qrup şəklində işləmək. Bunları indi açıram nə demək olduğunu. Tutaq ki, bir mövzu götürürsüz. Mövzumuz olsun trigonometriya. Bildiyiniz kimi trigonometriya çətin bir bölmədir və trigonometriyanı 4 qrup arasında bölürsüz və 4 qrupda bir-birinizə trigonometriya cədvəlini tutaq ki, sual-cavab eləyirsiniz və həmin mövzudan testlərini işləyib müzakirə eləyirsiniz. Bəzən müəllimin başa sala bilmədiyini hazırlıq yoldaşınız sizə asan üsullarla başa salır. Ondan əlavə olaraq ikinci səsli izah. Səsli izah deyəndə telefona səsinizi yazdırırsınız. Tutaq ki, bir mövzudur, mövzunu atıram. Məsələn, natural ədədlər. Natural ədədlər haqqında, yəni telefona səs yazısına bu haqqda danışırsınız. Təbii ki də riyaziyyatda qayda önəmli deyil. Hələ qayda əzbərlədən müəllimləri başa düşmürəm. Yəni qayda əzbərləməyin bir mənası yoxdur. Sadəcə olaraq yəni əzbərə lazım olan şeyləri əzbərlədiniz, yoxsa natural ədədlərin yəni qaydasını niyə əzbərləyəsiniz ki? Çünki sizdə testdə orada natural ədədlərin qaydasını soruşmur. Sadəcə olaraq testi işləməyinizi istəyirlər. Dediyim kimi səsli şəkildə səsinizi telefona yazdırırsınız və daha sonra səsinizə qulaq asıb öz izahınızı dinləyirsiniz. Üçüncü olaraq öz-özünə sual vermək. Tutaq ki, mövzunu oxudunuz. Mövzumuz deyirəm, məsələn, Afrika İnkişaf Bankı. İndi bu mənim imtahan mövzumdur təbii ki də. Afrika İnkişaf Bankını oxudunuz və özünüzə suallar verirsiniz. Afrika İnkişaf Bankının mahiyyəti nə idi? Nə zaman yaradılmışdı? Harada yaradılmışdı? Və yaxud da ki, yerləşdiyi ərazilər hansılar idi? Bu şəkildə sual verirsiniz. Yəni özünüzə sual verib sualların cavabını verməyə çalışırsınız. Və onu deyim ki, özünüzə mövzu içərisindən özünüzə verdiyiniz sualların imtahana düşmə, yəni dərəcəsi 90%-dir. Bir mövzu haqqında daha danışmaq istəyirəm. Məsələn, imtahandan əvvəl o bilicilər var. Yəni deyirlər ki, filan mövzu düşməyəcək. Daha sonra imtahan çətin olacaq. Nə bilim, belə sözlər, şayələr uyduran insanlara inanmayın. Yəni imtahan tutaq ki, keçən il digər illərə nisbətən asan formatda düşmüşdü. Amma imtahana bir gün qalmış deyirlər ki, imtahan dəhşət dərəcədə çətin olacaq. Yəni bu oldu-mu? Olmadı. İmtahan günü suallar çox asan bir şəkildə düşmüşdü. Yəni daha sonra bu il dedilər ki, imtahanlar çətin olacaq, amma imtahanlar yenə asan düşdü. Yəni kimə inanmaq lazımdır bu təqdirdə? Heç kimə. Sadəcə olaraq imtahana fokuslanırsınız. Yəni imtahana aid şayələrə inanmırsınız. Onun üçün də imtahana yaxın kimsə dediyi sözlərə fikir verməyin. Ümumiyyətlə kiməsə fikir verməyin. Çünki kimsə sizə lazım deyil, kimsə özü üçün danışır. Və əsas məsələ olan vaxtını düzgün böl məsələsidir. Uşaqlar, bizə orada 3 saat vaxt verilib, bayaq da dediyim kimi. Siz burada əgər bütün saatınızı testləri işləməyə sərf etsəniz, kodlaşdırmaya 15 dəqiqə qalmış vaxt ayırsanız çatdıra bilməzsiniz. Bu yəni düzgün bir fikirdir. Yəni bu fikir yanlış bir məlumat deyil. Bəlkə siz bunu bilmirsiniz, yəni amma ki 30-40 dəqiqə sizin adi kodlaşdırmanıza gedir. O qaralamağa demirəm. Həm qaralamaq, həm də ki açıq sualların yazılmasını deyirəm. Onun üçün də çalışın
Doğru cavablarınızı 100% əmin olandan sonra kodlaşdırın. Açıq suallarda xüsusən, yəni yazdısa kodlaşdırmağı, yəni unutmayın. Ondan əlavə olaraq vaxtınızı doğru bölün ki, yəni hər bir fənnə vaxt ayıra biləsiniz. Məsələn, 3 saatın 2 saatını siz ingilis dilinə ayırsanız, bəs digər fənlər nə olar? Eyni zamanda imtahana daxil olanda birinci bildiyiniz fəndən başlayın. Çünki əslində birinci dinləmə gəlir listening. Lakin listeningdən sonra nəzərdə tuturam. Bildiyiniz fənni başlayın. Əgər riyaziyyatınız yaxşıdırsa, siz riyaziyyatınızı yazıb, yəni əmin olduqdan sonra digər bildiyiniz fənlərə keçid edin. Az bildiyiniz, orta bildiyiniz, bunları yazın və kodlaşdırın. Çünki imtahanda sizə kömək olan yaxşı bildiyiniz fən olacaqdır. Bu haqda kanalda video var. O videoya baxıb daha yaxşı, yəni öyrənə bilərsiniz imtahana yaxın nə etmək lazımdır. Mən sadəcə olaraq burada üzdən məlumatlar verirəm və motivasiya verməyə çalışıram. Ondan əlavə olaraq, məsələn, imtahana daxil oldunuz. İmtahanda sualları, yəni oradan-buradan oxumağa çalışmayın. Sualları təmkinli şəkildə oxuyun və səhv etməməyə çalışın. Və imtahanda tez-tez özünüzə mən səhv etmərəm, mən səhv etməyəcəyim deyə səslənin. Çünki əgər belə etməsəniz, elə siz gözünüzü bağlayıb hardan gəldi sualları oxuyarsınız və bu şəkildə olanda avtomatik olaraq sizin balınızdan silinər. Siz səhv edərsiniz. İkinci olaraq imtahanda sonuna qədər oturmaq. Bəzi uşaqlar var ki, imtahanda 1 saat falan oturur, çıxır. Uşaqlar belə bir şey etməyin. Əgər imtahanda 3 saat bizə verilibsə, niyə 1 saat sonra çıxar? Siz axıra qədər oturmalısınız. Çünki əgər Azərbaycan dilində tutaq ki, 8-ci sualı bilməsəniz, imtahanın axırına 10 dəqiqə qalmış, siz o sualı fikirləşib tapa bilərsiniz. Təbii ki də, əgər bu haqda məlumatınız varsa və yaxud da ki, ataraq düzgün cavab tapa bilərsiniz. Yəni, sualı boş qoymayın qəti şəkildə. Burada əgər səhv düzü yemirsə və yaxud da ki, sizdən nəsə bir şey getmirsə, siz orada bir variantı yazmaqdan çətinlik çəkməməlisiniz. Çünki həmin variant, yəni boş qoyub bal almamaqdansa, atıb bəlkə düz çıxar, yəni fikrini irəli sürmək daha məntiqlidir məncə. Son olaraq da onu demək istəyirəm ki, özünüzə güvənin və imtahana sadəcə olaraq bir sınaq kimi baxın. Həyatınız kimi baxmayın. Və mən sizə inanıram ki, siz bu imtahana hazır gedirsiniz. Hazır getməsəniz belə bugün, yəni son gün deyil. Bugündən başlayıb təkrar edərək imtahana yaxın bir neçə şeyi yadınıza sala bilərsiniz. Məndən bu qədər. Kanala abunə olub, like atmağı və digər videolara baxıb fikrinizi bildirməyi unutmayın. Sağ olun, salamat qalın. I tried to